Vaxtınız xeyir, dəyərli izləyicilər. Shiseido Ginza ətri haqqında sizə geniş və praktik məlumat hazırlamışam. Hansı ki, bu məlumat sizin çox işinizə yarayacaq. 2021-ci ildə satışa çıxarılan bu ətir ilk püskürtmədə sizə təzə, şirin və biraz da turş nar qoxusunu hiss etdirəcək. Tərkibində yasəmən və maqnoliya çiçəyi olduğu üçün çox zərif, yumuşaq və qadınsı bir aura yaradır. Və atılışa doğru getdikcə isə tərkibindəki sandal ağacının qoxusu ortaya çıxır. Bununla da odunsu, isti bir baza yaranır. Ümumi olaraq enerjili və lüks hiss etdirir. Çiçək və şirin meyvə qoxusunu sevən xanımlar, təmiz, yumuşaq, gündəlik istifadə üçün ətir axtaran xanımlar üçün daha uyğundur. Zərif, romantik, şirin qoxu sevən xanımlar daha çox bu ətiri sevirlər. Mənə sual versəniz ki, bəs hansı xanımlar bu qoxunu sevməyə bilər, bu ətri sevməyə bilər? Mən sizə deyərdim ki, ağır ədviyyatlı, dərin qoxuları sevən xanımlar, çox niş və fərqli qoxu axtaran xanımlar, hansı ki, o ətirləri sevirlər ki, o ətirin tərkibində ud var, tütün, məsələn, dərin notları varsa, elə qoxuları sevirlərsə, bu qoxunu qəti bəyənməyəcəklər. Çünki Ginza daha belə deyim, kommersiya yönlü və hər kəsə rahat xitab edən bir qoxudur. Ginza gündəlik ofisdə, məsəl üçün universitetə gedirsinizsə, rəsmi görüşlərə gedirsinizsə, təmiz, şirin, çiçək qoxulu, yumuşaq, odunsu baza verən qoxu axtarırsınızsa, bu ətir çox əlverişlidir, çünki insanı qətiyyən yormayan bir ətirdir. Məsələn, Armani My Way, Lancome Idol kimi yüngül, şirin çiçək ətirlərini sevirsinizsə, Ginza da sizin xoşunuza gələcək. Məndən bu qədər. Başqa hansı ətirlər haqqında məlumat istəyirsinizsə, yorumlarda yazın və kanalıma abunə olun ki, sizin üçün istədiyiniz ətirlər haqqında məlumat toplayıb videolar hazırlayım. Hələlik!